Birdən ziyan eləyərəm, açdım biznesi ziyan eləyərəm. Bax, vacib bir dənə video paylaşıram. Deməli, siz tutaq ki, bir dənə imkanlı adam sizə öz biznesi barəsində bütün sirləri açır və deyir ki, bunlar siz də dəqiqliyindən eləyirsiniz. Nə deyir, hamısını eləyirsiniz. Həmin biznes tutmasa, yəni tutmayacaq, böyük ehtimalından tutmayacaq. Niyə tutmayacaq? Ona görə yox ki, siz nəsə səhv eləmisiniz və yaxud biznes sahibi sizdən nəsə gizlədir. Ona görə ki, siz o deyilsiniz. Yəni həm məsələ tək biznesin şərtlərinə əməl etməkdə deyil, adamın özü gərək biznesə bağlı olsun. Elə bir içindən gəlsin də. Yəni biznesin uğuru biznesi açan vaxtı gəlmir. Onun uğuru siz böyüyə-böyüyə sevdiyiniz sahə yaranır. Arasa hansısa sahə sizə daha doğma gəlir. Elə bir ki, bunu hər tərəfli öyrənirsiniz. Həmin sahədə işləyirsiniz kim üçünsə. İşləyə-işləyə görürsünüz ki, hə bu sizindir və yaxud görürsünüz bu sizin deyil, onda ondan uzaqlaşmaq lazım. Yəni biznesi daha öncədən özünüzə doğmalaşdırmalısınız, sonra girişməlisiniz biznesə. O eyni zamanda deyirlər 100 açılan biznesin 95% uğursuz olur. O demək deyir ki, o 95% adamlar o 5%-dan nədəsə zəifdir və yaxud nə isə bilmirlər və yaxud səhv eləyirlər. Əsas səhv bilməkdən eləyirlər, özünün sahəsinə girişmir. Hər insanın sevdiyi, bacardığı sahə var. Yəni bacarıqsız insan yoxdur. Mənsə necə eləyim, pulu hara yatırım, onu fikirləşməkdənsə, fikirləşin ki, sizə doğma nə var, hansı sahəni siz daha yaxşı mənimsəyə bilərsiniz. Bax, həmin sahədə sizin yaratdığınız biznes çox böyük ehtimalla uğurlu olacaq. Bir də ki, bu arada deyim, Vandama oxşama məsələsini hamı yazır. Tam onu bilirəm. Yazırlar elə bir tərəfdən. Yenə çox solun kirəylər yazırlar. Hamı deyir, indi neynəyək də heç nə dəyişməmiş, hər şey təbiidir.